Nə hazırlayırsan, qardaş? Tərəvəzlər, ən gözəl kartoşka. Toyuqdan hazırlanan yeməyin adı nə olacaq? Tufovkada bişirəcəm də. Sobada bişirirsən? Bəli. Sobada hazırlayırsan, yaxşı, bunun adı nədir? Bu zəfər günündə, bu bayram günündə. Elə bayram gününə həsr eləmişik, qəşək bir dənə, 2 dənə toyuq, sobada bişirib qızartmasın, masaya qonaqlarımıza hazırlayacaq. Amma deyirəm, zəfər aşı da olsa əla olar. Onu sabahki gündə... Sabahki gündə, sabah da bayramdır da. Bəli. Sabah da bayram. Ümumiyyətlə, bu günlər bayram əhval ruhiyyəsindədir. Bu aylar ki var, biz 5 il bundan öncə məhz bugünkü tarixdə çox sevindik. Hər kəs şükür etdi. Deyir toyuqdan, aynənə, yaxşı yemək hazırlayır. Cənubda, məsələn, toyuqdan hansı yeməklər var ki, hazırlayırsınız? O xüsusi Cənuba məxsus. Nə tər, xura gizlitsən Cənubda bişirilir. Ləvəngidən başqa da, ləvəngi bilirik. Sonra boranı pulu bilirik. Lovangi pulu, ayran aşı, nə bilim. Və toyuqdan nə hazırlayırsınız? Toyuqdan hər nə. Toyuqdan hər nə. Əlimizdən nə gəlir, hər nə bişiririk. Sıxırtma. Bəli, sıxırtma bişiririk. Sonra soz bişiririk yerli cücədən. Kəf Torbadan. Ay can. Soz nə qəşəng, çox gözəl alınır. Əla alınır. Əla alınır. Sonra lavangin eləyirsən, onu şeydə bişirirsən, ocaqda bişirirsən. Ocaqda. Tamam, bəli, təndir yox, ocaqda. Yox, təbii deyirəm, təbii, bəli. Təbii, o nənəmgil o vaxtı bişirərdilər, bunun nanası. Mən görmüşəm. Ocaq qalıyardı, onun üstündə onu şişə çəkərdi, onu oturardı, onun qabağında yavaş-yavaş o tərəf bu tərəfə qəşəng bişirərdi. Bişirərdi, keçmiş zamanda deyirsiniz, amma indi də var da. İndi də bişiririk. Cavanlar bişirmirlər. İndi yaşlı qadınlar, bax belə nənələr, mən özüm də bişirməmişəm ocaqda, sözün düzü. Həmişə dovkaya qoymuşuq. Sobada olub, bəli. Sobada olub, amma bu nənə indi də bişirir. Mənim nəvəm bunun gəlinidir, indi də bişir. İndi elə bil mən bişirdiyimi bişirib. Eyni ilə oldu, ha? Ağla bişirir. Necə eləyirsiniz? Buyurun, mikrofonu tutun özünüz. Necə eləyirsiniz onu? Biz təndirdə, sobada çox istifadə edirik. Təndirdən çox sobadan istifadə edirsiniz, yoxsa? Təndirdə, ocaqdan. Ocaqda. Çox da istifadə edirik, odundan. Təbii olaraq da odundan. Təbii olaraq. Onun dadı da başqa olur, ha? Əlbəttə ki. Yəni, onun dadanda hiss edirsən ki, bu ocaqda. Aşı ocaq üstə bişirəndə onun öz dadı tamam başqa cür olur. Yaxşı, Seymur, sən necə bişirirsən? Bax, mənim nənələrim, xalalarım açıqlama verdilər. Biz də ocaqda həmişə bişirmişik, təndirdə bişirmişik, gözəl dad olur. Beyləqanda. Bəli, rayon